Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anna Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasının əvvəlində sədrlik edən təqsirləndirilən şəxs Bako Sahakyana hüquqlarının müdafiəsi üçün dövlət hesabına əlavə vəkil təyin olunması barədə məlumat verdi və müdafiəçisini ona təqdim etdi. Bako Sahakyan yeni müdafiəçiyə etiraz etmədi. Hakim təqsirləndirilənlərin hər birinə onlara elan olunmuş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif etdi. Bu dəfəki iclasda David Manukyan, Gurgen Stepanyan, David Allaverdiyan, Melikset Paşayan, Garik Martirosyan, Levon Balayan, Madat Babayan sərbəst ifadə verdilər. Ermənistanda anadan olmuş, Ermənistan vətəndaşı, Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, qondarma rejimin qanunsuz silahlı birləşmələrində komandanın birinci müavini, Ermənistan Müdafiə Nazirliyinin baş qərargahında kadrlar idarəsinin rəisi, korpus komandiri işləmiş təqsirləndirilən David Manukyan ifadəsində Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf etdi. O, hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin 1-ci və 2-ci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirdi. Birinci müharibə zamanı xidməti mövqeyim vəzifəm olmayıb. İkinci müharibə zamanı olub. Amma bütün bunlar da mənim xidməti öhdəliklərimdən qaynaqlanıb. Xüsusilə müharibənin planlaşdırılması. Mənim öhdəliklərimdə, vəzifə borcumda aydın şəkildə yazılıb. Döyüş hazırlığı ilə məşğul olmaq. Orada müharibənin planlaşdırılması yoxdur. Bu anlaşılan deyil, əlaqəsizdir. O, 1-ci Qarabağ müharibəsi zamanı sıravi əskər olduğunu bildirdi. Mən sıravi əskər statusunda olmuşam. Döyüş əməliyyatlarında iştirak etmişəm. 1993-cü il fevralın 28-də Ağdərə istiqamətində yaralanmışam. 1994-cü ildə yenidən xidmətə qayıtmışam. Müharibədən sonra da xidmətə davam etmişəm. Zabit rütbəsi almışam. Təqsirləndirilən qondarma rejimin təhlükəsizlik şurasının iclaslarında iştirak etmədiyini dedi. İclaslarda əsas üzv müşahidəçi qismində iştirak etməmişəm. Onun keçildiyi barədə də məlumatım olmayıb. David Manukyan sərbəst ifadəsində 44 günlük müharibə zamanı avtomobilinin Bayraktar puası ilə vurulduğunu da bildirdi. Sürücüm yaralandı. Mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım. David Manukyan 2021-ci ilin dekabrında hərbi xidmətdən məzuniyyətə çıxdığını, 2022-ci ilin yanvarında isə vəzifəsini təhvil verdiyini, habelə Ermənistan vətəndaşlarının qondarma rejimin ordusunda hərbi xidmət keçdiyini dedi. Bir qədər geriyə qayıdım. Orduda 2020-ci ildən sonra kifayət qədər ixtisarlar baş verdi. Diviziyanı da ixtisara salıb briqada səviyyəsinə saldılar. Həmçinin o Qarabağda 2020-2023-cü illərdə təxminən 10 minədək hərbi qulluqçu olduğunu dedi. Bundan başqa, istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini də söylədi. Təqsirləndirilən evində tapılmış silahlar barədə də danışdı. Xankəndidə mənim mənzilimdə 2 silahım olub. Biri tapanca, o birisi isə yivli ov silahı olub. Bu 2 silah Ermənistan Respublikasının polis idarəsində qeydiyyatdadır. Təqsirləndirilən Gurgen Stepanyan 2005-2007-ci illərdə Hadrutda müddətli hərbi xidmət keçdiyini, 2023-cü ildə isə döyüş postuna aparıldığını bildirdi. Sentyabrın 19-da postdan Xankəndiyə qaçmağa başladıq. Yolda sizin hərbçilərlə qarşılaşdıq. Onlara təslim olduq. Təqsirləndirilən David Allaverdiyan isə sərbəst ifadəsində ilkin istintaqda bütün suallara cavab verdiyini və məhkəmə istintaqı zamanı da cavab verəcəyini bildirdi. Mənə qarşı münasibət insani yaxşı olub. Buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram. Təqsirləndirilən Melikset Paşayan ifadəsində ittihamlarla tanış olduğunu dedi. O, Sovet ordusunda xidmət etdiyini, 1993-cü ildə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün qondarma rejimin hərbi komissarlığından çağırış aldığını bildirdi. 1994-cü il atəşkəsinə qədər mən ancaq Ağdamda mövqe qorumuşam. 2020-ci ildə 44 günlük müharibə zamanı isə kənddəki oğlanlarla qərara gəlib mövqeləri qorumağa getdik. 3-4 həftə mövqe qoruduq. Melikset Paşayan 2023-cü il sentyabrın 19-20-sində Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirləri zamanı barmağından yaralandığını, sonra isə tutulduğunu bildirdi. Təqsirləndirilən Garik Martirosyan ifadəsində 1-ci Qarabağ müharibəsində Ağdamda ön postlarda olduğunu etiraf etdi. 2-ci Qarabağ müharibəsində isə Əskərən rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam.
Təqsirləndirilən Levon Balayan 44 günlük vətən müharibəsi və antiterror əməliyyatları zamanı Ermənistan dövlətinin nəzarətində olan qondarma rejimin ordusunda xidmət etdiyini bildirdi. Digər təqsirləndirilən Madat Babayan isə 1992-ci ildə Xocalda olduğunu etiraf etdi. 1992-ci ildə Xocalda olmuşam. Məni çağırdılar, getdim. Dedilər, burada meyitlər var, gəl dəfn edək. Mən də aparıb yerini göstərdim. Ardınca təqsirləndirilən Bako Saakyan söz istəyərək qısa çıxış etdi. O, Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərən qondarma rejimin prezidenti kimi gördüyü işlərdən danışdı. Habelə ibtidai istintaq dövründə verilən sualları cavablandırması üçün ona geniş imkanlar yaradıldığını bildirdi. Bundan sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başladı. Dövlət ittihamını müdafiə edən baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Qarabağın Azərbaycanın suveren ərazisi olmasını və Ermənistanın Qarabağı öz ərazisinə birləşdirmə niyyətini təsdiqləyən tarixi sənədləri, yəni Dağlıq Qarabağ Muxtar Vilayəti Vilayət Xalq Deputatları Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-yə verilməsi barədə Azərbaycan və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında 20 fevral 1988-ci il tarixli qərarı. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq Ermənistan SSR-nin tərkibinə verilməsi və bu barədə SSR Ali Sovetinə müraciət edilməsi haqqında Ermənistan SSR Ali Sovetinin 15 iyun 1988-ci il tarixli qərarı. SSR Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə verilməsi haqqında Ermənistan SSR Ali Sovetinin 15 iyun 1988-ci il tarixli qərarının və Dağlıq Qarabağ Muxtar Vilayəti Vilayət Xalq Deputatları Sovetinin 20 fevral 1988-ci il tarixli vəsatətinin SSR Konstitusiyasına zidd olması barədə 18 iyul 1988-ci il tarixli qərarı. SSR Konstitusiyasının 78-ci maddəsi. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə barəsində Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci il tarixli qərarı. 2 sentyabr 1991-ci il tarixli Dağlıq Qarabağ Respublikasının elan edilməsi haqqında qərar və bəyannaməni və digər sənədləri təqdim etdi. Bundan sonra Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Fuad Musayev Ermənistan SSR-nin ərazisində və Azərbaycan SSR-nin tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi altında fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən 1980-ci illərdə Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər Böyük Tigran, David Sasunski, Arçiv, Daşnak Sakaner, Şuşa, Sasun, Maral, Ağdərə bölüyü, Xankəndi alayı, Sisyan bölüyü, Hadrut bölüyü, Sasna Srer bölüyü, Xaçlılar, Erkrab Könüllülər dəstəsi, Malatiya, Arabo, Muş və digər qanunsuz silahlı birləşmələrin yaradılması, məqsədləri, fəaliyyəti və rəhbərlərinə dair sənədləri təqdim etdilər. Ardınca təqsirləndirilən Arkadi Qukasyana tədqiq edilmiş sənədlərə münasibət bildirməsi, qeyd edilən qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla əlaqələri, fəaliyyəti, onun bu birləşmənin fəaliyyətində iştirakına, Ermənistanda və Azərbaycanın suveren ərazisi olan Qarabağda yaradılmış Krunk təşkilatında fəaliyyəti ilə əlaqədar həbs edilməsi, Böyük Ermənistan və Miyatsum cinayətkar ideologiyalarına dair suallar verildi. Təqsirləndirilən Krunk təşkilatının fəaliyyətində iştirak etmədiyini, həmin dövrdəki həbsinin bu təşkilatdakı fəaliyyətinə görə olmadığını, sadalanan qanunsuz silahlı birləşmələrin rəhbərlərinin adlarının hər kəsə məlum olduğunu, o cümlədən bugün məhkəmədə tədqiq edilən sənədlərdə bu şəxslərin adının qeyd edildiyini, lakin özünü həmin adları çəkməyəcəyini bildirdi. Məhkəmənin növbəti iclası martın 10-na təyin olundu. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının, vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan,
Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham edilir. Təqsirləndirilənlərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub. Məhkəmənin baxış iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri iştirak edirlər.